Siyasətlə nəyə görə maraqlanmalıyıq? Ümumiyyətlə, niyə siyasətlə maraqlanmaq və onu başa düşmək lazımdır? Bu sadə sual deyil. Çünki insanların ən azı yarısının paylaşdığı çox yayılmış bir fikir mövcuddur. Bu baxış təxminən belədir. Mən siyasətlə maraqlanmıram və bunun ən azı 3 səbəbi var. Birincisi, bunun mənim həyatıma aidiyyəti yoxdur. Onların hakimiyyətdə öz aralarında nə danışdıqları və nə barədə mübahisə etdikləri şəxsən mənə aid deyil. Hansı partiya qalib gəldi? Kim prezident oldu? Kim olmadı? Tam fərqi yoxdur. Eyni şey nazirlərə, baş nazirlərə, hətta merlərə, bələdiyyələrə və digər xırda vəzifələrə də aiddir. İkincisi, siyasətlə maraqlanmıram çünki onsuz da heç nəyi dəyişmək mümkün deyil. Biz buradayıq, kiçik insanlarıq. Onlar isə oradadır, böyük insanlardır. Və qərarları da əlbəttə onlar verirlər, biz yox. Bununla razılaşmayan isə sadəcə obyektiv olaraq gücsüz olduğunu qəbul edə bilmir. Üçüncüsü, nə qədər araşdırsan da yenə də başa düşə bilməyəcəksən. Çünki bütün siyasətçilər yalan danışır. Bütün KİV'lər ya birinə, ya da digərinə satılıb. Bu baxışı insan öz içində aradan qaldırmalıdır və səbəbi budur. Dünyaya dair təsəvvürlərimiz bu dünyada davranışımızı müəyyən edir. Bu halda ideya ondan ibarətdir ki, oxumamaq, baxmamaq və dinləməmək lazımdır. Praktikada bu, susmaq deməkdir. Əgər biz susuruqsa, sanki mövcud deyilik. Bu, həm gündəlik həyat üçün, həm də siyasi həyat üçün doğrudur. Əgər siz heç nə demirsinizsə, ətrafdakı insanlara elə gəlir ki, sizi hər şey qane edir. Çünki sükut razılıq əlamətidir. Burada Mirzə Fətəli Axundovun məşhur sözlərində xatırlamaq olar. Xalq danışmırsa, bu hələ razıdır demək deyil. Məncə burada o haqlıdır, tarixdə bu dəfələrlə sübut olunub. Siyasət sizin həyatınıza birbaşa aiddir, məhz sizin şəxsi həyatınıza. İçdiyiniz suyun və nəfəs aldığınız havanın keyfiyyəti, yaşadığınız rayonda xəstəxanaların və uşaq bağçalarının olub-olmaması, yollardakı ölüm göstəriciləri, maaşlar və mağazalardakı qiymətlər, qeydiyyat şöbəsindəki əməkdaşın tonu, kommunal ödəniş qəbzi, ömür uzunluğu, istənilən vaxt xaricə uça bilmə imkanı, Wikipediyaya çıxış. Siyasət sözün əsl mənasında sizi əhatə edən və hər gün qarşılaşdığınız hər şeydir. Sizin gündəlik həyatınız, şəxsi xoşbəxtliyiniz və komfortunuz, məhz o prezident, nazirlər, merlər və bələdiyyədir. Bunlar məhz o partiyalardır, onların söhbətləri, qanunları və təşəbbüsləridir. Əgər siz düşünməyə davam etsəniz ki, heç nə alınmayacaq, onda həqiqətən heç nə alınmayacaq. Ümumiyyətlə, bunu hər şey haqqında demək olar. Mən universitetə daxil ola bilməyəcəm, iş tapa bilməyəcəm, 200 min qazana bilməyəcəm və s. Realist olaq, bəlkə də doğrudan da alınmayacaq. Amma həqiqət həmişə olduğu kimi sadədir, sınamadan bilməzsən. Sınamaq isə həmişə dəyər, çünki sınamırsınızsa, ümumiyyətlə heç bir şans yoxdur. Sınadıqda isə az da olsa şans yaranır. Bu halda siyasətlə maraqlanmağa başlamağa dəyər, çünki əks halda müsbət dəyişikliklərə ümid olmayacaq. Sadəcə iki şeyi yadda saxlamaq lazımdır. Birincisi, siyasi baxışlarınızı müəyyənləşdirin. Bu, reallığı təhlil etməyi asanlaşdıracaq. Siz kimsiz? Sağçı, yoxsa solçu? Siz fəhlələrin tərəfindəsiz, yoxsa sahibkarların? Güclü dövlət tərəfdarsız, yoxsa söz azadlığının? Bəlkə də hamısının birdən tərəfdarsız və bütün bu qarşıdurmalar xəyali xarakter daşıyır. Bunu insan özü üçün həll etməlidir. İkincisi, çox vaxt bizə kimin həqiqəti dediyini bilmək mütləq lazım deyil. Əsas olan kimin yalan danışdığını bilməkdir. Əksər hallarda bunu etmək mümkündür. Bu barədə də yenə davamında danışılacaq. Və daha bir məqam. Siyasətlə maraqlanmaq ona görə lazımdır ki, insan olaraq qalasan. Müəyyən bir kütlə və ya mənasız sürü deyil, fikirləşən insan olasan, öz mövqeyi və tələbləri olan, hüquq və vəzifələrini dərk edən, daha varlı, daha azad və daha ədalətli yaşamaq istəyən və bunun üçün nəsə etməyə hazır olan insan. Bir sitat gətirmək istəyirəm. İnsan siyasi varlıqdır. Məncə bunu yadda saxlamaq vacibdir.